Gürcüstanda Novruz bayramı Azərbaycanlıları yaşadıkları hər bir yerdə xüsusilə qeyd olunur. Fərqli Novruz keçirən kəndlərdən biri də Muğanlı kəndidir. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Gürcüstanın bu kəndində Novruz bayramının keçirilmə ənənəsini tədqiq etməyə başlayıb. Muğanlı kəndində Novruz bayramı martın 22-sində keçirilir. Muğanlı Novruzunda Azərbaycan Novruz bayramının tamamilə unikal bir səhifəsi var ki, bu da bizə ümumiyyətlə tədqiqatçılara xüsusilə Novruz bayramına tamamilə yeni bir aspektdən yanaşmağa və Novruz bayramına tamamilə yeni bir yöndən öyrənməyə imkan verəcək. Muğanlı kəndi Gürcüstanın Qardabani ərazisinə aid olan kənddir. Novruz bayramını bu tərzdə qeyd etmək kənd sakinlərinin dediyinə əsasən əcdadlarından qalıb. Bu kəndin Novruz bayramının əsas atributlarından biri də gördüyünüz bu geyimlərdir. Kənd sakinləri bu geyimi xüsusi diqqətlə qoruyurlar. Geyimlər ancaq Novruz bayramı günü üzərə çıxarılır. Novruz bayramı bu kənd sakinləri üçün çox dəyərli və seçilən bayramdır. Kösodan keçən olaraq biz Muğanlı adından deyirik ki, bütün dünyadakı Azərbaycanlılar Novruz bayramı mübarək olsun. Biz belə bayrama çatmış olalar, həmişə də başlıq olsun bizim millətdə, Azərbaycanda. İnşallah deyirəm Qarabağda Allah orada belə keçirmiş olalar, biz də təbrik edirik olar gənə. Muğanlı kəndində olan Novruz bayramının keçirilmə qaydası ilə Gürcü folklorşünasları da maraqlanır. Onların dediklərinə görə bu kənddəki Novruz ən qədim mənbələrə aparıb çıxarır. Ramilə Əliyeva, Ruslan Əhmədov, ANS, Gürcüstan, Qardabani. Xəbərçi davam edir.